Bu qədim tikililər ilk olaraq dini mövzu olsa da, əlavə olaraq ölkənin maddi mədəni irsidir. Tarixi irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcu olduğu qədər bunu kütləyə çatdırmaq da bizim borcumuzdur. Tək başına Kürdəxanı bağlarında yavaş-yavaş tarixin tozlu səhifələrinə qarışmağa tərk edilmiş bu məscidlər, ümid edirəm ki, bir gün layiq olduğu dəyəri görəcək. Əminəm ki, dövlətimiz bu yöndə təcili addımlar atacaq və tariximizin, irsimizin qorunmasında öz səylərini hər zaman olduğu kimi əsirgəməyəcək. Bu videonun daha çox kütləyə, həmçinin rəsmi qurumlara çatması üçün videonu bəyənib dostlarınızla paylaşa bilərsiniz. Beləliklə az da olsa bu yöndə atılacaq addımlara dəstəyimiz toxuna bilər. Hər bir paylaşımınız, hər bir rəyiniz bu abidələrin səssiz fəryadına bir səs qatır. Həmçinin bu kimi proyektlərin davamı və mənə dəstək olmaq üçün kanala abunə ola bilərsiniz. Növbəti səyahət və təhlillərdə görüşənədək.